Roma Katolik Kilsəsinin rəhbəri Papa 14-cü Leo Avqustin köklərini aydın şəkildə əks etdirən gerbini və şüarını açıqlayıb. Sahil xəbər verir ki, Roma Papasının gerbi onun Avqustin köklərini və pontifikat dövründə təşviq etmək istədiyi dəyərləri, xüsusilə kilsə daxilində birliyi və ünsiyyəti aydın şəkildə əks etdirir. 14-cü Leo eyni zamanda Avqustin ənənəsini əks etdirən şüar da seçir. O bir olanda biz də birik. Bu ifadə müqəddəs Avqustinin 127-ci məzmur haqqında şərh adlı əsərindən götürülür. Orada o izah edir ki, biz xristianlar çox olsaq da bir Məsihdə birik. Xatırladaq ki, Papa 14-cü Leonun pontifikatı mayın 18-də başlayacaq. Bu münasibətlə keçiriləcək mərasimdə müxtəlif ölkələrin liderlərinin iştirakı nəzərdə tutulur. Müqəddəs Pyotr meydanda və ətrafında isə 250 min insanın toplanması gözlənilir.